Planetin en büyük futbol karnavalına 2026-cı il Dünya Çempionatının sehirli atmosferinə hamınız xoş gəldiniz. Bugün H qrupunda iki fərqli qitə, iki fərqli futbol fəlsəfəsi qarşı-qarşıya gəlir. Uruguay və İspanya. Bir tərəfdə Cənubi Amerikalılar, bir tərəfdə isə Matadorlar. Və bu həyəcan dolu gecəni CBC Sportun canlı efirində sizə mən Elvin Nəzirov şərh edəcəm. Başlayaq Uruguay milli komandasının heyəti ilə 4-3 taktikası ilə bugün meydana çıxacaqlar. Qapıda 1 Sergio Rachet, 16 Matias Oliveira, 2 Jose Mario Jimenez, 4 Ronaldo Araujo, 13 Guillermo Varela, 8 Nathan Nandez, 5 Manuel Ugarte, 10 Arrascaeta, 20 Maximiliano Araujo, 11 Facundo Pellistri, 9 Darwin Núñez və komandanın baş məşqçisi Marcelo Bielsa. İspanya komandasının heyəti isə 4-1-2-3 taktikasına meydana çıxacaqlar. Qapıda 23 Unai Simon, 2 Pedro Porro, 4 Pau Cubarsí, 5 Robin Lenormand, 3 Alexandre Grimaldo, 16 Rodri, 9 Gavi, 20 Pedri, 11 Nico Williams, 22 Ferran Torres və 19 Lamine Yamal. Komandanın baş məşqçisi Luis de la Fuente. Hakimin fiti ilə Uruguay milli komandası oyuna başlayır və H qrupunun mərkəzi görüşü deyə bilərik bu oyuna və Grimaldo qaydanı pozur ilk dəqiqələrdə Pellistriyə qarşı. Arrascaeta cərimə zərbəsini yerinə yetirəcək. Qısa oynadı Pellistri. Pellistri'nin içəri doğru ötürmə Darwin Núñez. Zərbəni indir amma dəqiqliyi yox idi. Gavi səhv ötürmə Darwin Núñez mükəmməl çöndü. Sürəti çatmır. Lenormand. Unai Simon oynadı. Simon'dan səhv ötürmə. Araujo içəri doğru ötürməsi. Pellistri'nin zərbə Unai Simon. Mükəmməl oynuyor. Ugarte. Darwin Núñez. Yenidən qaytardılar. Núñez'dən zərbə Unai Simon. İkinci dəfə İspanya milli komandasını qoldan xilas eləyir. Oyunun 20-ci dəqiqəsi də bu 20 dəqiqədə İspanya komandasının qapıya bir zərbəsi yoxdur. Ancaq Uruguay hücum edir. Lamine Yamal rəqibləri mükəmməl keçir. Lamine Yamal! Mükəmməl gol gəlir Lamine Yamaldan. İspanya komandası 20 dəqiqə ərzində qapıya zərbə indirməmişdi, amma bu zərbə belə bir mükəmməl zərbə ilə hesabı açırlar. İspanya 1-0 öndə. Oyunun 21-ci dəqiqəsi qapıya ilk zərbə. Və ilk zərbənin gözəlliyinə baxın. Lamine Yamal ondan bu performansı gözləyirdi, amma belə zərbə gözləmirdi Lamine Yamaldan. Bir rəqiblərin geridə qoydu Lamine Yamal və bu gözəl driblingini eyni gözəllikdə zərbə və qolla tamamlayır. İspaniyalı gənc ulduz. Və görə Uruguay'ın cavabı necə olacaq? Matias Oliveira mərkəzdə oynadı Darwin Núñez. Rodri'ni keçir, zərbəsini endirir. Unai Simon'un düz üstünə. Çətin olmadı. Simon'un. Lenormand yanında iki komanda yoldaşı var. Mərkəzdə oynayır Gavi, önü bomboşdu. Zərbəsini endirir Sergio. Gözəl seyf. Təkrar. Ötürmə oldu içəriyə doğru, amma Ronaldo Araujo topu uzaqlaşdırır. Pedri. Torres gözəl ötürdü Nico Williams. İki rəqibin arasından Torres'i görür. Torres. Toru yandan silkələyir. Olmo. Pedri ilə oynuyor. Bir rəqibin geridə qoyur. Pedri ötürmə Torres. Torres çönür, zərbəsini indirir. Təhlükəli idi. Sergio Rachet da hazır değildi bu zərbəyə. Növbəti Uruguay həmləsini izləyə bilərik. Mərkəzdə oynayır Rodrigo. Aguirre zərbəsini indirir. Unai Simon xilas edir komandasını. Oyunun 79-cu dəqiqəsi və oyunun sonuna get-gedə yaxınlaşırıq. Rodrigo Aguirre istiqamətdə mükəmməl ötürmə, zərbə gəlir qapıya doğru. Darwin Núñez'dən daha çox təhlükə yaradır deyə bilərəm oyuna girəndən sonra Rodrigo. Dani Olmo. Lamine Yamal'la oynuyor. Lamine Yamal sürət yığır sağ cinahdan. Bir qədər gözlüyor. Rəqibin geridə qoyur. Mərkəz oynadı. Dani Olmo. Nəyi qaçırdır Dani Olmo? Qapısının üstünə vurur zərbəni. Biraz küncə vursaydı artıq İspanya ikinci topu vurmuşdu Uruguay'ın qapısına. Sol cinahdan İspanya həmləsi deyə bilər. Nico Williams önü boşdu. Nico Williams zərbəsini indirir. Varela'ya değen top Sergio Rachet'in düz üstüne gelir ve
Bəlkə də bu oyunda sonuncu hücum şansıdır. Uruguay millisi üçün bunu dəyərləndirməlidirlər, amma top itirirlər. Dani Olmo və Hakimin fiti ilə 2026 Dünya Çempionatının H qrupunda ilk turun oyunu mərkəzi görüş başa çatır və İspaniya komandası bugün Lamine Yamal'ın vurduğu mükəmməl goldan sonra 1-0 hesabı ilə qələbə qazanır və 3 xal aktivinə yazır. Və bugün sizinlə bir yerdə mən Elvin Nəzirov idim. Gələn belə gözəl oyunlarda görüşənə qədər sağ olun, salamat qalın, futbolsuz qalmayın.